Bismillahirrahmanirrahim. Bugünkü mövzumuz çox mühüm mövzudur və ünvan belədir ki, valideynlərin övladın şəxsi işlərinə müdaxilə etməyi və qadağalar qoymağı. Sual belədir ki, bəzi valideynlər övladın şəxsi işləri ilə bağlı qərarlar alırlar, övlada qadağalar qoyurlar. Və onu qeyd eləyək ki, cəmiyyətdə normal qəbul edilən işlərdir və övlad üçün heç bir zərəri yoxdur. Bu halda valideynə itaət etmək yenə də vacibdirmi? Yəni valideynə itaətin meyarı nədir? Həddi hüdudu varmı? Cavab belədir. Valideynlərlə xoş davranmaq və onlara əziyyət verməmək vacibdir. Bu miqdarı bildik. Əgər valideynlərdən birinin övladın şəxsi işləri ilə bağlı verdiyi əmr və ya qadağaya qarşı çıxmaq, həmin valideynin övladına olan şəfqətindən doğan bir əziyyətə səbəb olarsa, bu halda da valideynin əmrlərinə, qadağalarına müxalifət etmək caiz deyildir. Əks halda isə valideynə həmin övladına olan şəfqətindən yaranan bir əziyyətə səbəb olmursa həmin valideynin əmrinə qarşı çıxmaq və yaxud da ki, valideyn əslən övladın fikirləşmir, öz şəxsi statusun fikirləşir, şəxsi ad-sanı, nüfuzun fikirləşir. Onun üçün övlada bəzi işlərdə qadağa qoyursa və nəticədə qeydimiz odur ki, övlada heç bir zərəri yoxdur bu işin. Bu halda caizdir ki, valideynin həmin o əmrlərinə, qadağalarına müxalifətçilik edəsən. Hərçənd mümkün qədər onlara bütün işlərində müxalif olmamaq daha yaxşıdır. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.